Merhabalar dostlar. Her vaxtınız xeyir olsun. Biz yine Ayda xanımla böyle maşındayıq. Çünkü o trenikdən gəlirik. Payız bayramından gəlirik Ayda xanımla. Və bu videonu əslində bir neçə başqa video yükləyəsiyəm. Çünki bundan əvvəl bir neçə bayramımız oldu. Əsgərin, Esra'nın hamısını ötürmüşük və bugün sonuncu bayramımız idi. Və Ayda xanıma hal-hazırda bayramdan gətirəm. Yuxlamaq ərəfəsidir. Yolun burasında həmişə provok olur və o yolun burasında imenini yuxlamağa, yuxu bişirir. Balcı sürməyə başlayandan sonra başlayır yuxlamağa. Yəni bu videonun arasında bir neçə fərqli videolar, yəni dünəndən, sırağa gündən videolar yükləyəsiyəm. Yatdı bir nəfər. Deməli, əlində özdə peçeni var. Peçeni vəhdilər. Yəni vəhdilər deyəndə özümüz almışıq. Belə yarpaq şəklində çəkmədim, vermədi əlbəttə çəkməyə. O ye, yuxuladı oca gördüyünüz kimi. Və deməli, anam demiş uşaq maşında böyüdü yazı. Aynasız doğulandan etibarən, yəni çağalıqdan təsəvvürünüzə gətirin. Evdə dayanmadı deyə, babam 3 ay burada oldu, doğulandan sonra, mayına doğulandan sonra. Amma yolda bağladılar, qatar keçir. Rahat şəkildə danışım qoy sizdən. Ayda doğulandan sonra dayanmadı deyib dağlayaqlıya duydum. Amma dedi ki, danağır, apar özümdən get, özümdən aparıb yedim. Yəni doğulandan etibarən məndən tay gedir, gəlir. Uca da maşında böyüdü. Anam da həmişə deyir, maşında böyüdü, sən o uşağın belə izləyicilər falan da ara sıra yazırlar ki, o qız həmişə sizin yanınızdadır deyə, əmci sumkamdır da məndən tay hər yerə gedir. Bir dəqiqə, yəni mən onsuz getdiyim bir yer olmayıb da təsəvvürsün gətirin. O şu maşında böyüdü belə şey, yuxluya. Yatış oldu. Ne danışırdım? Deməli, ötən gün Əsgərin payız bayramı oldu. Əsgərin payız bayramından sonra Esra'nınki oldu. Əsgərin payız bayramında əslində saat 12 işləmişdi deyə mən 11-də Aydanı götürürəm. Aydanla bərabər getdik Əsgərin bayramına və bildim ki, Ayda dayanmayasın. O arxada oturdum. Düzdür, bir neçə video çəkə bildim. Amma arxadan daha qəşəng görsənmir. Birinci sırada daha qəşəng görsənir. Qəşəng, rahat kadrları çəkmək olur. Nəinki ikinci sırada. O şimdi arkada oturdum ki, Ayda biraz həyasızlıq eləsə, ağlasa, istəməsə birinci səfər də elə bir yerə aparım. İstəməsə, ağlasa, eləsə, sırası qapının yanında olum ki, sırası qapı bilimlər, istəməz o bislədi, uşaqlar, hamısı fikirləri qarşıdır, eləyib, balaca səs olan kimi də. Böyük adam olsa indi hər nəysə də, amma uşaqların prazdikini çorlamaq da bir şey deyil də. Nə olsun ki, mən ki, uşaqlayam, başa düşürəm eyni şeyləri. Amma Ayda heç yəni oralı olmadı, oynadı, mahnı çalandan Əsgəri görmədi əslində. Əsgər belə video qoyasıyam, eyni paltar giymişdilər, Rus xalqlarına aid paltar giymişdilər və Əsgəri tanımadı orada. Hamısı uşaqlar da çox idilər deyə seçənmədi. Ona görə də rahat qəşəng şəkildə oturdu, mahnı çalanana oynadı, elədi. Vəsə, praznik bitəndən sonra da durduq, çıxdıq, gəldik o evimizə, eşiyimizə. Давай. И осинки. Там, на полянке, за ручьем, вы найдете большой такой дом. Ждут на праздник. Нет, не видела, сынок. Я присела на чуток, чтобы немножко отдохнуть и опять пуститься в путь. А куда? Сама не знаю. Видно уж судьба такая.
aydan biraz elə 9-da qoyuram. Da 11-in yarısında 11-ə qalmış götürürəm. Da 11-də ən belə gecə hələ ki 12-yə qədər işləyir əslində, amma mən biraz tez götürürəm. Dedim ki, bəs koyaram, yəni 11-ə qalmış, 11-in yarısında yəqin ki qutarar da, çox olmur, 30 dəqiqə, 40 dəqiqə maksimum olur. Koydum bunu, çıxdım, getdim Esra'nı biraz hazırladım, saçları zaten pis gündə idi, düzəltdim, elədim, nə qaydım, getdim qəşəng qabaq yerdən, ən ortada, ən qabaqda oturdum. Dünən qəşəng kadrlar çəkəməmişəm, bugün oturub qəşəng kadrlar çəkəsiyəm, Esra'dan da olsa qəşəng bir şeylər çəkə bilim. Obşim, elə praznik başladı, başlayası belə gördüm, dalda Aydan müəllimi çağırır ki, bəs Aydan dayanmır, ağlayıb, daha nə orası praznikdən çıxa bilmərəm. Esra yazıq, gözləyir, təəssülə dayanımla dayanmasam pis olasın, nə olur? Dünən də Ayda qəşəng oynayıqdı, eləyikdi, yəni mən narahat eləməyikdi. Qoy otursun bu gündə. Fikirləşdim ki, görəsən yenə dala keçim, sonra gördüm ki, daha hamı yerləşiddi, heç kim yəni buraxas deyil oradan. Aydan da elə üstdən verdilər, ötürdülər, götürdüm. Da çıxası yer yoxdur da, sözün açığı. Ona görə dedim ki, daha oturum, bir daha oynayasın da. O şimdi Esra girdi içəri, indi videoda qoyasıyam görəsiniz ki, o başladılar oynamağa və bizi görmədi Esra. O gözü ilə də axtara görə o xadiyim. Axtardı, gördü. Mahnı qurtarmamış. Gördü ki, mən buradayım, qabaqda oturmuşam, mən qabaqda. Gəlif Pranoy qabağımda oturdu. Və da Ayda Esra'nı gördü. Esra Aydanı gördü. Deyin də o praznik oldu. Olmadı. Çıxdı prazniklikdə. Ay Allah, Esra Aydan daxtdı, oğlunu daxtdı. O bir uşaqlar da hamısı Aydan xoşlayırlar. Axı hər dəfə geyəndə, səhər axşam geyəndə görürlər də, oynadılar, nağarırlar. Biz Ayda qapıdan girən kimi bütün qrup qapıdan çıxırdı zıvıldı. Ayda ilə oynamaqdan ötürü. Ayaksızlığa bu çox istəyir. Hamı oynadır, hamıya bıkı eləyir, şirinlik eləyir. Hamı xoşuna gəlir də oynamaq. Uşaqla qabağımızda uşaqların hamısı başladılar bizdən oynamaq, bu oyunu oynamaq. Bu da ev eləyib, ev eləyib. Orada uşağın dediği şey eşidilir. Ayda saç dur, ayda tansvay, ayda nə bileyim, bu. Ay Allah, mən də 40 dəqiqədə nə vəziyyətdə qaldım, nə qədər də söz nəsil mənasıyla əcəl təri töydü. Ondan vallahi. Amma hər qərəz, hər nəysə bitdi. Axıra yaxın, axır o 5 dəqiqədə də biləm ki, orada sağollaşırlar da, tamaşaları axıra yaxındır. Da dayanmadı, bir baxdım ki, yenə görəsən də təsir çıxa bilərəm. Bu səsi möhkəm çıxmağa başladı. Çıxa da bilmədim, yenə valideynlər azad oturmuşlar, hamı çəkir, kamera ilə nağırır. Da keçə bilmədim. Ay Ayda, ay atan yaxşı, ay aman yaxşı. Əsl mənasında güc-bəla. Da sona çatdıra bildik prazniki. Praznik sona çatdı, все, gəldik evimizə, eşiyimizə.
теплые, красные, совсем никого не боятся. На лесной полянке дружно веселятся. Вы, грибочки, хороши, попляшите от души. Раз осеннею порой на лесной опушке заводили хоровод грусти и волнушки. Пока. Bugün də dediyim kimi Ayda xanımın prazdiki idi. Ayda da ilk 2-3 gün elə qəşəng geyikdi ki, Sadiqinə qəşəng sakit oturdu. Nə bilim, mən çıxana biraz eləyib ağlayıqdı. Sonra bir öz işini gördü. Oynayıqdı, eləyibdi, nağardı. Amma sonra 2-3 gündə elə narahatı, bilməm, bir kim dişi çıxır, ağzından da su axır. Məsələn, dünən fikir verdim, ağzından əməlli başlı su axır. Düşündüm ki, qabaqdakı dişlərin hamısı tamdır. Yəni, arxadakılar yəqin ki, çıxır, axşamlar da uzun yatmır. Yəqin ki, dişinə görə narahatlığı var. Belə başa düşdüm, ona görə məndən qopmaq istəmir. Bu 2 gündür, yəni mənim başıma oyun açıldı, bağçada təsəvvür gətirin. Demək olar, otururam da yanında, çıxmıram heç vaxt. Bugün də opşum, nağarım, axı deyirlər ki, yəni heç kimin anası girməsin də, bunlar yəni valideynlərsiz oldu, bizlər valideyndən oldular, böyük uşaqlar, böyük qruplardır deyə ki, orada da böyük qrup olmaqlarına rəğmən, məsələn, İsrailin də qrup yoldaşı var idi, nə qədər ağladım, mama deyif, görüb, hələ 4 yaş, 5 yaş təsəvvürümüzü gətirir, qalır ki, 1 yaşında, 2 yaşındakılar bir dənəsi anasına görən kimi başlayırsılar ağlamağa, ona görə valideynlərsiz olasıdır. Biz sizə video şəkil çəkəsi yox, yükləyəsi yox, göndərəsi yox, narahat olmayın. O üçün mən də 11 yaş başlaydı, 11 yaşda qədər çıxmalıyam. Saat 10 olub da Ayda mənə buraxmır. Yemək də yeyir, özü deyir ki, qucağında oturum, uçuram yemək yiyim. Deyim də prepusta, peçeni, banan zat. Qucağında oturmayayım, dedim, Ayda sən də ağ elədin ha. Süzməsin mən azından elədin ha. Yemək də qucağında oturub, yeməzsən də hər halda. Nəysə daha hissəndim, dedim. Kusura baxma, mən sənə prazdikoda körləmək istəmirəm, düzdür, sənə ağlatmaq da istəməzdim. Amma daha uşaqların da prazdikləri körləməyək də bir dənə bizdən ötürü. Ona görə elə ağlaya qoyub qaçdım. Mən qaçandan müəllim deyir ki, 3 dəqiqə sonra sakitləşdi, başladı oynamaq. Bir dəqiqə qucaqda o gəzmək istəyir. İndi qorxucu olar da mən qoyub qaçasılar da. Başa düşürəm o şeyləri, həqiqətən balacadır, düzdür. Amma daha o qədər dolmaz, ağıl yetdi də. Hər nəysə, bugün praznik müəllimliyi qəşəng oxudu, elədi, amma deyir, oynamaq istəmədi. Qucağımdan deyir, qoyandan ağladı. Deyəm, oynamaq xoşlayan da Ayda həmişə vaxt mahnını çalsa balaca bile. Sırası başlıyor, özü yerlənməyə da oynamağa başlayır. Deyəm, burası qucaqdan düşmək istəmiydi deyə oynamaydı. O şimdi o kadrlar sizə yükləyəsiyəm, çox danışdım, dilim açılanda daha dayanmıram, vallah. O kadrlar sizə yükləyəsiyəm, özümün ötündə maraqlı da o bizlərci də qəşəng oldu, ayırancı da qəşəng oldu. Təbii ki, yəqin ki, bilmirəm, hələ baxmamışam videolara, sizinlə bir yerdə baxasıyam mən də. O şimdi siz izləyin, xoş seyirlər. Bu bizim payız bayramımız idi. Uşaqların da növbəti bayramımız da olasıdır. Dekabrda yəqin ki, yeni il bayramı olar. Maraqlı oldu, əsud uşaqlar əylənirlər, eləyirlər, bəzənlər, düzəllər, ildə bir dəfə də olsa. Ötən səfər müəllim deyir ki, nariyadın paltarlarımızı hara giyin, o qədər deyir, nariyadın paltarlarımız var, giyməyə yerimiz yox. Mağamalda uşaqlar da elə, qəşəng düzəlli paltarlar, ev dolu elə paltarlar da giyməyə yer yoxdur. Ну как? Смотри, ayakkabım var. Bunun güzel ayakkabısı var. Tak da çıkartma. Ne? Tak canım kolay. Uç sonra çöpene. Где второй? Вот. Давай. Все, заходим? Пойдем, иди.
İdi. Belə, dostlar, yorulduq. Bu əvvəlki videolar, bir gün əvvəlcənin videoları, dostlar falan qaldırmışım ora. Çünki axşam qonaqlarımız oldu, yığışdırıb eləmişəm. Bayramlara qalası olsaq, yaxşı keçdi demək olar. Əyləncəli oldu. Düz ayda çox hələ anlamır, eləmir. Qucağa aldılar. Bir iki dəfə qucağa aldıq, qucağa öyrəşdim. Müəllimlərlə tapşırıq gələn səfərdən ki, bəs qucaq uza almayın uje. Çünki öyrəsə qucaqdan düşməyəsiz. Bir adam kimsə qucağına aldısa, südə qucaq istəyə durur. Və mən məsələn gəlirim ki, qucağa al, mən deyirəm ki, yox, alanmaram, belim ağrıyır. Nə bilim, mama uf eləyirəm. Vəsə əlinizi bir iki daha alastı, öyle qucaq əlinizi çıxır ki, indi müəllimlər də tapşırmışsınız da, elə yoza qolunuz düşərsiniz, gəlib sadıqda qucaqda nə qədər cizdən şey düşürmüşlər, qucaqda cizəsidir. Belə, amma düşünürəm ki, belə balaca olsa da, çox belə anlayışı olmasa da, indidən öyrətsə yaxşıdır. Çünki dediyim kimi, o Esra'nın qrupundakı qız əməli başı böyük idi və ağlayırdı anasını görmüşdü. Elə şeylərdən heç xoşum gəlmirdi, inanın ki. İndi ayda 100% böyüyəndə heyl olasıdır. Hər bayrama gələndə görəcəm ki, ağlayır. Əslində Esra çox şükür bayramlarda falan ağlamaqsa heç elə bir söhbət olmayıbdı. İnşallah ayda da olmaz. Ona görə indidən hər şeyi yavaş-yavaş öyrəşdirməyə başlayıram. Bu video biraz uzun oldu. Belə bayram, konsert falan. Ona görə belə budur bağlayıram videonu. Gələn videolarda görək sizin ötünələr çəkəsiyəm. Əslində bir dənə resept paylaşmaq fikrim var sizlə. Sinnabon resepti. Ötən səfər çox adam soruşdu reseptini, hazırlamışdım, Instagramda paylaşmışdım və elə bilmişdim ki, Sinnabonun adi sadə reseptini paylaşmışam. Sən demə yox imiş kanalımda, belə mürəbbəli resepti var, amma tam sadə bir halda yoxdur. Ümid edirəm bu günlərdən vaxt eləyə bilsəm, bu aralar biraz qonaq qəbul edirəm, tez-tez demək olar. Çünki o bir evə kimsə gələk deyəndə deydim ki, gəlməyin, gəlməyin. Ev diyəcək, ev alaq, gəlib oturursunuz nə qədər istəsiniz. Çünki həqiqətən istər-istəməz orası sıxlıq idi, darlıq idi, uşaqlar ayağımın altında idi. Yəni, bura kimi deyil idi, nə qədər olsa da. Ona görə orada çox da belə ürəyimcə deyil idi sözdə silmən aslında qonaq qəbul eləmək. Həm uşaqların yatmağına falan görə olsun. Qonaq otağında idi bütün kravatlarımız, adımızda uşaqların kravatları. Deyim kimi darısqalçılıq idi, özüm darıxırdım, belə deyək. Amma burada daha rahatam deyə, gündə bir dənə qonaq gəlsə, gəlir yəni. Qəbul eləyirəm, heç bir neşlədim, gəlib insan söhbəti eləmirəm məsələ. Tak işte bu aralar biraz qonaqlarım çoxdur. Görüm, vaxt eləyə bilsəm, mütləq o reseptləri çəkib sizə yükləyəsiyəm. İzlədiyiniz üçün minnətdaram, yorumlarınız üçün minnətdaram. Bu aralar gördüyünüz üçün biraz başım çox qarışıqdır. Bir gün o bayramı, bir gün bu bayramı, bir gün qonaq, bir gün nə bilim nə. Ustalar falan da yenə gəlib deyirlər. Bu plançiyan kənarının üstünü taxmağa, nə bilim qaydırob yığmağa o qədər şey var ki, inanın ki, sizlə bölüşəsiz. Çatdıra bilmirəm həqiqətən. Bəzi mesajlara cavab yazıb çatdıra bilmirəm. Amma hamısına əvvəl-axır geri dönüş eləyəsiyəm. Yəni kiməsə cavab yazmasam, kusura baxmayın. İnanın ki, vaxt olduqca hamısını cavablayıram. Mən izlədiyiniz üçün minnətdaram. Yorum yazdığınız üçün, fikirlərinizi məndən bölüşdüyünüz üçün minnətdaram. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşənədək sağ olun.